Bu bizim birinci musikimiz. Buna göre de hasr olunup Üzeyir Bey'in Eysaba Yeli. Eysaba Yeli yani perevod eləyəndə Rus diline olur. Utreni veterok. Ey sabah yeli. Bu çox balaca, asan bir əsərdir. Ancaq buna baxmayaraq dahinin yazdığı balaca əsər də dahiyanədir. Burada ansambl çıxış edəcək. Ansamblı mən adlandırmışam. Mənim əvvəlcə ansamblım olub Azərbaycan Bülbülləri, Salavi Azərbaycanı. İndi həmin ansamblı mən vastanavit eləyirəm və ansambl alınacaq yenə Azərbaycan Bülbülləri ansamblı. Ansambl Fransız sözüdür. Yəni birlikdə bir şeyi, bir işi, bir musiqini birlikdə ifa eləmək, bir işi birlikdə görmək. Bu musiqinin bu növündə orkestrdir, ansambldır. Bunlar bütün musiqiçilərin inkişafında mühüm rol oynayır. Məsələn, musiqiçi eşidir, birinci səsi bu çalırsa, ikinci səsi o birisi çalır. Kimisə ritmi çalır, kimisə qarmoniya eləyir, kimisə polifoniya eləyir. Bütün bu üstünlüklərdən əlavə ansambl o xəstəlik var, xüsusilə Azərbaycanlılarda var. O mənəm-mənəmlik xəstəliyi var. İndi cəmiyyət sədrləri var, hamısı mənəm-mənəm deyilir. Bu deyir mənəm, o deyir mənəm. Baş çatma olur, qalırsan belə. Ona görə də bu ansambl o mənəmlik xəstəliyini yox eləyir. Ansambl mənəmlik xəstəliyini dağıdır. Çünki burada görürsünüz ki, tək əldən səs çıxmır. Ancaq birlikdə bir yerdə bu əsəri çalmaq olar. Bir yerdə bu əsər mümkündür. Bunu ifa eləmək olar. İndi mən istəyərdim sizin icazənizlə həmin əsəri ifa eləyək. Siz də qulaq asasınız.
Sağ olun.